Mayın 23-ü Milli Məclisin keçirilən iclasında deputat Elnarə Akimova diqqəti son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə, Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli İlgün İbrahimovun faciəsinə yönəldib. AP istinadla xəbər veririk ki, deputat deyib ki, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksində Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü. Hər dəfə belə qətillər ardınca böyük müzakirə dalğası gətirir. Səbəblər üzərində düşünməyə başlayırıq. Çünki doğrudan da böyük bir mənəvi zərbə alırıq. Bu faciələrin qarşısının alınmasına toxunan deputat vurğulayıb ki, məktəblərdə psixologiya fənninin dərinləşməsinə diqqət yetirilməlidir. Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində həqiqətən də məktəblilərlə psixoloji təlimlər keçirilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə çox böyük ehtiyac var. Əsl psixologiya peşəsinə sahib olanlar bura cəlb olunmalıdırlar. Yəni kimya müəllimi, fizika, texnologiya yaxud biologiya müəllimi gəlib psixologiya fənnini tədris etməməlidir. Elnarə Akimova qeyd edib ki, məktəblərdə mütaliəsiz nəsil yetişir. Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu artıq böyük bir problemə çevrilməkdədir. Təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət bir başqa olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyyata toxunan, mənəviyyata xidmət edən bir sahədir. Deputat əlavə edib ki, yaranmış boşluqlarımıza diqqət yönəltməliyik. Məsələn, məktəblərdə bizim şagirdlərin saç düzümü, geyimi diqqət mərkəzində olmalıdır. Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil. Məktəb əxlaqı, dünya görüşü və yüksək mənəviyyatı formalaşdıran ocaqdır. Gecikəndə bax belə adda, budda da olsa neqativləri çıxır. Bu neqativlərin böyük bir dalğaya çevrilməməsi üçün cəmiyyət olaraq doğrudan da narahat olmalı və işlər görməliyik. Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik deyə deputat qeyd edib.